36 il sonra da 20 yanvar şəhidlərini anmağa imkan vermir. Xalq cəbhəsinə qarşı repressiyanın bu həddini hamı görür. 20 yanvar günündə partiyanın sədri həbs olunub, Əli Kərimli. Partiyanın fəalları həbsdədir. Ondan çox fəalı həbsdədir. İdarə heyətinin yarısı mühacirətdədir. Xalq cəbhəsi partiyasına qarşı bu repressiyalar cəmiyyətin gözü qarşısındadır. 20 yanvar şəhidlərinə belə hörmətlə yanaşılır bugün. Hər il metrolar pulsuz olurdu, bu il metro pulludur. İnsanların bura gəlməsini istəmirlər. Ağır sosial-iqtisadi vəziyyətdən də istifadə edirlər ki, insanlar 20 yanvar şəhidlərini ziyarət eləməsinlər. Əlbəttə, hamı həqiqətləri görür, cəmiyyət həqiqətləri görür. Biz Azərbaycanda yeganə siyasi qüvvəyik ki, 20 yanvar şəhidlərinin mənəvi, siyasi varisləriyik. Onların canlarını fəda elədikləri dəyərlər uğrunda mübarizə aparırıq və biz də qanımızın son damlasına qədər bu dəyərlər uğrunda mübarizə aparacağıq. Son nəfərimizə qədər mübarizə aparacağıq. Heç kim bizi bu mübarizədən çəkindirə bilməz. Amma Azərbaycan dövlətinin atributları altında, Azərbaycan dövlətinin bayrağı, gerbi altında 20 yanvar şəhidlərinə qarşı bu cür hörmətsizlik qəbul olunan deyil. O günlərdəki Putinin əlaltıları, Dugin, Salavyov Azərbaycanın müstəqilliyi ilə Rusiyanın barışmamalı olduğunu deyir. Azərbaycanın müstəqilliyinin yalancı olduğunu deyir. Bax, məhz bugün Azərbaycanın milyonlarla insanını bu meydanlara tökmək lazım idi ki, Azərbaycanın müstəqilliyinin arxasında xalqın dayandığını Duginə də, Putinə də, Salavyova da göstərsinlər. Amma Azərbaycan hökuməti bunu eləmir. Azərbaycan hökuməti faktiki olaraq 20 yanvar şəhidlərinin ziyarətinə mane olmaq istəyir. Bütün həqiqət bundan ibarətdir. Yenə də keçən olduğu kimi müəyyən az miqdarda adam buraxdıqdan sonra arxada sifər çəkildi, xeyli cəbhəçi kənarda qaldı. Bu barədə fikirləriniz? Bütün məqsəd xalq cəbhəsinin bu ziyarətə az gəldiyini göstərməkdir. Bütün məqsəd insanları bizi dəstəkləmədiyini göstərməkdir. Amma həqiqət bundan ibarətdir ki, siyasi kimliyindən asılı olmayaraq, cəbhəsi olmağından asılı olmayaraq Azərbaycan xalqının qanında təfəli olan hər bir fərdi 20 yanvar şəhidlərinin əziz tutur xatirəsində onu ziyarət eləməyə gəlir. Daha çox cəbhəçilər gəlir, bəli, çünki cəbhəçilər bu prosesin başından cənfədə ailəridirlər. Ona görə də bu bir daha hökumətin özünün ifşası siyasəti oldu. 20 yanvar Azərbaycan xalqının qürur tarixidir, qanla yazılmış ləyaqət tarixidir. Hadisələrin canlı şahidi olaraq demək istəyərdim ki, Azərbaycan xalqının hər bir övladı 20 yanvar şəhidlərinin adları ilə fəxr edə bilər. Çünki həqiqətən də dünya tarixində belə qəhrəmanlıq namələri çox az yazılır. Mən şəxsən tələbə hərəkatında bu hadisələri gecə gözlərimlə görmüş biri olaraq demək istəyirəm ki, neçə 10 illər keçsə də 20 yanvar tarixi heç vaxt qəhrəmanlıq tarixi olaraq unudulmayacaq. Nə qədər maneələr törətsələr də, yolları kəssələr də, insanlara əngəl törətsələr də, xalqın ürəyində o qəhrəmanların adı qızıl hərflərlə qalır və 100 illər keçsə də bu tarix gələcək nəsillərə bir örnək olaraq qalacaq və hər zaman Azərbaycan xalqının deyildiyi kimi yəni bu tarixi saxtalaşdıranların adları ilə deyilməz, bax bu qəhrəmanların adları ilə böyük bir səlnamə yazdığı gələcək nəsillərə çatdırılacaq. Allah şəhidlərimizə rəhmət eləsin. Allah bizim hökumətə də insaf və sağduyu versin ki, insanlara bu cür maneə törədərək onların qarşısını almasınlar. Əslində bu tarixlə fəxr eləmək lazımdır və onu yeni gələn nəsillərə daha çox təbliğ etmək lazımdır ki, gələcək nəsillər də bu xalqın necə bir xalq olduğunu daha yaxından şahid olaraq bilsinlər. Bir daha şəhidlərimizə rəhmət diləyirəm. Aslında biraz
Çok